Sual belədir. Əgər biz Biləsuvarın Bağbanlar kəndinin əhalisini hesablayırıqsa, kartometrik təhlildə lokal yoxsa qlobaldan istifadə edirik? Cavab lokaldan istifadə etmiş olacaq. Tropik işıqlanma qurşağında Günəşin istənilən hər hansı bir məntəqəyə Günəşin minimum düşmə bucağı nə qədər olur? Tropik işıqlanma qurşağında istənilən bir məntəqəyə Günəşin minimum düşmə bucağı nə qədər olur? Günəşin minimum düşmə bucağı nə qədər olur? Minimum da minimum. Ən az nə qədər olur? %43 dərəcə. Diqqətli olun, niyə? Tutaq ki, Günəş tropik işıqlanma qurşağı nədir? Tropik işıqlanma qurşağı 23.5 şimal enliyi ilə 23.5 cənub enliyi arasındadır. Günəş 23.5 şimal enliyində zenitdədir. Minimum ara düşər 23.5 cənuba. 23.5 isə 23.5 elədi 47. 90-dan 47 çıxırıq, eləyir 43. Aydındır. Tropik işıqlanma qurşağına Günəş minimum 43.5 dərəcə bucaq altında düşür. Aydın oldu. Yaxşı. Avrasiya materikində suburbanizasiya prosesi gedir, yalançı urbanizasiya prosesi gedir. Avrasiya materikində suburbanizasiya prosesi gedər, yoxsa yalançı urbanizasiya prosesi gedər? Təbii ki, hər ikisi. Niyə görə? Əgər mən Almaniyadan söhbət eləyirəmsə, suburbanizasiya. Hindistandan söhbət eləyirəmsə, yalançı urbanizasiya gedəcək. Aydındır. Qərbi Sibir ovalığında illik temperatur amplitudu yüksək olar, yoxsa Orta Sibir yaylasında bir-biri ilə müqayisədir? Əlbəttə, Orta Sibir yaylasında daha nisbətən şərqdə olduğuna görə Orta Sibir yaylasında suburbanizasiya prosesi düzdür. Hər ikisində suburbanizasiya nədir? Hər ikisində illik amplitudu aşağıdır. 180 dərəcəlik meridian hara? Orta Sibir yaylası hara? Qəti şəkildə yox. Tamam, mənə deyin görək. 15-ci saat qurşağının orta meridianı nə qədərdir? 15-ci saat qurşağının orta meridianı konkret yazın, şərqi qərbi də. Zəhmət olmaz, şərq qərb. On 15-ci saat qurşağının orta meridianı nə qədərdir? Neçə dərəcədir? 135 dərəcə qərb uzunluğu. Nöşün? Çünki məntəqə 11, deməli 1.11 şərq uzunluğudur. 13.23 qərb uzunluğudur. Qərb uzunluğunda olan saat qurşağını tapmaq üçün 24-dən çıxırıq. İndi bizə deyir ki, 15-ci saat qurşağı da düzdür. 24-dən 15-ə çıxırıq, eləyir 9. 9-u da vururuq 15-ə, eləyir 135 dərəcə qərb uzunluğu. Aha. Santos limanı hansı ölkə? Ya Allah. Rijeka Split, Braziliyadır, bəli. Rijeka Split, Braziliyadır Santos limanı. Rijeka Split, Rijeka Split, Xorvatiyadır. Yaxşı mı? Xorvatiya. Bəli, var. Bizim atacam mən olar sizə. Atmışdım. Richard Bey. Richard Bey, Cənubi Afrika Respublikası. Tampa.
Bəli, Tampa ABŞ. Xark hansı ölkə? Xark. Yaxşı. Yerin öz axı ətrafında fırlanma sürəti ekvatordan qütblərə doğru necə dəyişir? Ekvatordan qütblərə doğru azalır. Dehli şəhərinin yerin öz axı ətrafında fırlanma sürəti çoxdur, yoxsa Bakı şəhərinin? Dehli ekvatora daha yaxın olduğuna görə Dehli şəhərində yerin fırlanma sürəti Bakı şəhərinə nisbətən daha çoxdur. Volqa çayı transsərhəd çayı hesab olunur, yoxsa necə? Dəqiq xeyir. Volqa çayı bir dənə Rusiyanın ərazisindən axır. Ona görə tranzit çayı deyil və transsərhəd çayı deyil. Bəs Emba çayı? Emba çayı? Emba çayı hardan axır ki? Rusiyadan axır, ya Qazaxıstan. Emba çayı bir dənə Qazaxıstandan axmır. Emba çayı bir dənə Qazaxıstandan axır axı. Bəs Ural çayı? Emba çayı bir dənə Qazaxıstandan axır, ona görə transsərhəd çayı deyil. Bəs Ural çayı? Ural, bəli. Ural tranzitdir, Rusiya, Qazaxıstan. Deməli, Volqa ilə Emba tranzit çayı deyil, Ural çayı tranzit çay hesab olunacaq. Avropada şərq yarımkürəsində yerləşən iki ölkə. Avropada qərb yarımkürəsində, çox üzr istəyirəm, qərb yarımkürəsində. 3 ölkə. Bax, bunu dəfələrlə demişik, görürsünüz, imtahanda da düşmüşdü. İslandiya, Portuqaliya, İrlandiya. Yadda saxlayın. İslandiya, Portuqaliya, İrlandiya. Yaxşı. Əgər daşınma ABŞ-dan Avropayadırsa, Cənubi Afrika Respublikasından Yaponiyayadırsa və həmin faydalı qazıntının hasilatı daha çox Çindədirsə, söhbət hansı faydalı qazıntıdan gedir? Söhbət hansı faydalı qazıntıdan gedir? Daş kömürdən gedəcək. Söhbət daş kömürdən gedəcək. Tərtər çayın axımı tənzimlənibdir, yoxsa yox? Tərtər çayın axımı tənzimlənibdir, yoxsa yox? Tərtər çayın axımı tənzimlənibdir. Bəli. Üzərində hansı su anbarları var? Sərsəng və Suqovuşan su anbarları var. Abşeron xızı iqtisadi coğrafi rayonunda neçə rayon, neçə şəhər? Neçə inzibati rayon, neçə şəhər? Neçə inzibati rayon, neçə şəhər?
Deməli, Abşeron xızı İnzibati rayonunda 2+2. Abşeron xızı İnzibati rayonları, Sumqayıt, Xırdalan şəhərləri. Yəni xızı Abşeron xızı İnzibati rayonuna aiddir. Aydındır. Kənd təsərrüfatında hansı heyvandarlıq sahələrdir ki, daha çox şəhər ətrafı qəsəbələrdə yerləşdirilir? Kənd təsərrüfatında hansı? Quşçuluq, sonra donuzçuluq, aferin, aferin. Quşçuluq, donuzçuluq, uluq tamamilə doğrudur. Quşçuluq, donuzçuluq. Yaxşı. Dünyada çəltik əkinlərin sahəsi çoxdur, taxıl əkinlərin sahəsi. Dünyada çəltik əkinlərin sahəsi çoxdur, yoxsa taxıl əkinlərinin sahəsi? İstəyirsən axşam bakı. Yox, sağ ol, ana, sağ ol. Taxıl əkinlərin sahəsi çoxdur. Amma yığılanda Gülnara müəllimə tutduğu şey mən nə deyəcəm? Yığılanda nəyə görə məhsuldarlıq eyni olur il ərzində? İldə 2 dəfə məhsul götürülür. Qəşəng sual. Əgər 2 horizontal verilir, 2 nöqtə verilir. 2 nöqtə arasında 6 dənə horizontal xətt varsa, 2 nöqtə daxil olmaqla 6 horizontal xətt varsa, neçə kəsmə örsəkliyi var? Əgər yadda saxlayın, 2 nöqtə daxil olmaqla 6 horizontal varsa bunların arasında, deməli onlar arasında 5 kəsmə yüksəkliyi var. Çünki kəsmə yüksəkliyi 2 qonşu horizontal arasındakı hündürlük fərqidir. Dağlıq Şirvan İqtisadi Coğrafi rayonunda neçə inzibati rayon var? 4. Hansılardır zəhmət olmasa? Hansılardır zəhmət olmasa? Şamaxı, İsmayıllı, Ağsu, Qobustan. Kür tektonik zonasında, diqqət, hansı iqlim tiplərinə rast gələ bilərik? Diqqət. Bir mesajda. 2-dirsə bir mesajda. 3-dirsə bir mesajda. 4-dirsə bir mesajda. Yox, mülayim isti, yarım səhra. Hansı tipləri? Onlar da zəhmət olmasa? Deməli, diqqət eləyin, yazırlar, qoy yazsınlar. Düzdür, düzdür. Yazırlar, qoy yazsınlar. Deməli, həmkarlar, Kür tektonik zonasının böyük bir hissəsini qışı mülayim, yayı quraq keçən yarım səhra quru çöl iqlimi tutur. Bu bir. İkincisi, Qanı Xeyri çaya görə qışı quraq keçən mülayim isti iqlim. Lənkəran balığına görə yayı quraq keçən mülayim isti iqlim. Aydın oldu. Kamçatka yarımadası, Piriney yarımadası müvafiq olaraq hansı iqlim tiplərində yerləşirlər? Kamçatka yarımadası hansı iqlim tipindədir? Mülayim, dəniz, aralıq. Bax, mən 5-ci günün dərsin belə istəyirəm. Ümumi sual cavab istəyirəm. Aləmi vıraq bir-birinə qarışdıraq.
bir şey olmasın. Amma məsələ dərsi olacaq, növbəti dərs. Yadınızda qalsın. Pireney yarımadası aralıq dənizidir, Kamçatka yarımadası mülayim dənizdir. Yaxşı. Beynəlxalq iqtisadi inteqrasiyada azad ticarət zonasından sonra hansı mərhələ gəlir? Güzəştli ticarət zonası, azad ticarət zonası, Gömrük İttifaqı. Cavab Gömrük İttifaqıdır. Ardıcıllıq da belədir. Ümumiyyətlə ardıcıllığı bir dənə yazın hamınız. Görmələ. Hamısını yazın ha. Da gömrükdən başlamayın. Bəli, güzəştli ticarət zonası, azad ticarət zonası, Gömrük İttifaqı, ümumi bazar, iqtisadi ittifaq, iqtisadi və valyuta birliyi, tam iqtisadi inteqrasiya. Bunu özdə qəşəng də izah eləmişdim. Sual düşsə, bunun mərhələlərindən düşəcək, ardıcıllığından düşəcək. Ona görə diqqətli olun. Ölkənin geosiyasi rolunu təmin edən digər amillər hansılardır? Əsas amillər yox. 3 dənə hansılardır? Oy maşallah 3S qəşəng. Qəşəng, qəşəng, qəşəng. Yaxşı, mənə deyin görək, Koreya Respublikası Asiyanın üzvüdür. Koreya Respublikası Asiyanın üzvüdür. Xeyr, üzv deyil. ASEAN, Cənub-Şərqi Asiya Ölkələri İttifaqı Assosiasiyası regional təşkilatdır, yoxsa sahəvi? Əlbəttə regionaldır. Göygöl qoruğu hansı landşaft daxilindədir? Yəni Göygölün ətrafında hansı landşaftda yayılıb? Dəfələrlə demişik, dəfələrlə, bəlkə də milyon dəfə demişik. Bəs Maral gölün ətrafında dağ meşədir, bəli. Maral gölün ətrafında. Dağçəmən landşaftıdır. Laçın rayonu ərazisində sərhəddə yerləşən qoruğumuz hansıdır? Qaragöl qoruğudur. Qaragöl qoruğu hansı landşaftda yerləşir? Dağçəmən landşaftında. Bəli, tamamilə doğrudur. Şərqi Zəngəzur İqtisadi Coğrafi rayonunun inzibati rayonları hansılardır? Bu iqtisadi coğrafi rayonlardan Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl. Hamısını yazın da yoldaşlar. 4 dənə niyə yazırsınız ki? 4 dənə deyir, axı Cəbrayıl da qoşulubdur. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl. Bunlardan yalnız hər iki, hansı iki ölkə ilə həmsərhəddir?
Bəli, Zəngilan. İran və Ermənistanla tamamilə doğrudur. Zəngilanda hansı dəmir yol stansiyası var idi? Elə bildiniz qoruq soruşacağam. Zəngilanda hansı dəmir yolu var idi? Mincivan stansiyası, bəli. Mincivan stansiyasından hansı xətt çəkilmişdi? Mincivan stansiyasından hansı xətt çəkilmişdi? Osmanlı nədir, dəyərli həmkarlar? Əlbəttə, Qafan xətti. Bəs İmamverdili stansiyası hansı rayonun ərazisində idi? Beyləqan rayonunda. Beyləqan rayonu hansı iqtisadi coğrafi rayonudur? Milmuğan. Milmuğan su anbarı hansı iqtisadi coğrafi rayonda yerləşir? İqtisadi coğrafi rayon. Elə yenə hansı iqtisadi coğrafi rayonda? Qarabağ iqtisadi coğrafi rayonundadır. Bəli, tamamilə doğrudur. Yaxşı. Britaniya adası hansı iqlim qurşağında yerləşir? Mülayim iqlim qurşağında, bəli. Mülayim dəniz iqlim tipində. Bəs İran körfəzi hansı iqlim qurşağında yerləşir? Tropik iqlim qurşağında yerləşir. Bəs hansı işıqlanma qurşağında yerləşir? Mülayim işıqlanma qurşağında yerləşir. Bəs hansı istilik qurşağında yerləşir? İsti qurşaqda yerləşir. Bəs, düzdür. Bəs Tayvan adası hansı iqlim qurşağında yerləşir? Tayvan adası hansı iqlim qurşağında yerləşir? Subekvatorial iqlim qurşağında yerləşir. Bəs hansı işıqlanma qurşağında yerləşir? Tayvan adası hansı işıqlanma qurşağında yerləşir? Söhbət tropik xətti kəsdiyinə görə həm tropik, həm mülayim işıqlanma qurşağından gedəcək. İslandiya adasının iqliminə hansı cərəyan təsir göstərir daha çox? Söhbət Irmingem cərəyanından gedir. Daha çox Irmingem cərəyanı təsir göstərir isti cərəyan. Katatumbo çayı hara tökülür? Katatumbo çayı hara tökülür? Braziliya neçə işıqlanma qurşağında yerləşir və hansılardır? Və yaxud da ki, hansı işıqlanma qurşağında yerləşir? Nöhün. Niyə? Cənub tropiki kəsir ona görə.
Astana şəhərində hansı ayda kölgə cənubu olur? Qazaxıstan paytaxtı Astana şəhərində hansı ayda kölgə cənubu olur? Çünki günəş hər zaman onu cənubdan işıqlandırır. Kölgə isə şimalı olacaq. Aydındır. Braziliyada kölgə nə vaxtsa cənubu olur? Təbii ki. Cənuba da olur, şimala da olur, kölgə olmur da. Yəni 90 dərəcə budaq altında düşəndə günorta vaxtı kölgə olmaya da bilər. Tamam mı? Tamam. Atmosferin ən sıx təbəqəsi hansıdır? Atmosferin ən sıx təbəqəsi hansıdır? Troposfer. Atmosferin ən nazik təbəqəsi hansıdır? Atmosferin ən nazik təbəqəsi də məhz troposferdir, həmkarlar. Bəs atmosferin ən qalın təbəqəsi hansıdır? Yerin tacı. Egzosferdir. Star, Topaz, Starflame, bunlar nə stansiyaları hesab olunur? Günəş elektrik stansiyaları da hardadır? Aha, Aygün xanım qeyd edib. ABŞ Kaliforniyasında tamamilə doğrudur. Yaxşı, onda mənə deyin görək. İki güzgülü panellər necə adlanır? Heliostat. Tamamilə doğrudur. Kordilyer dağların mərkəzi isə Sansiyerada yaranıbdır. Mezozoyda yaranıbdır. Bəs Appalaç dağları? Paleozoyda yaranıb. Bax, diqqətli olun. Bəs Skotalin dağları? Mezozoyda yaranıbdır. Tamamilə doğrudur. Yaxşı. Avropadan böyük yeddiliyə daxil olan hansı ölkədir ki, iki iqlim qurşağında yerləşir? Söhbət Fransadan gedir, tamamilə doğrudur. Xromit ehtiyatına görə Türk dünyası ölkələrindən hansı daha çox fərqlənir? Söhbət Türkiyədən gedir. Türk dövlət qurumları içərisində hansı muxtar respublikadır ki, Lapdevlər və Şərqi Sibir dənizinə çıxışı var? Saxa, Yakutiya. Yaxşı, Muruntau nə yataqda hansı ölkədədir? Qızıl, Özbəkistanda. Bay nə yataqdır, hardadır?
kömür yatağıdır. Bayım. Sintizyan Uyğurda. Ulifem kömür yatağı hardadır? Bəli. Tıvadadır. Şimali Amerika litosfer tavasının yoxsa Cənubi Amerika litosfer tavasının Afrika tavası ilə sərhəddi var? Hər iki tavanın Afrika tavası ilə sərhəddi var. Hansı materiklərdə hər yerində də olmasa bir qismində qütb gecə gündüzləri müşahidə olunur? Hansı üç materikdə? Hansı üç materikdir? Avrasiya, Şimali Amerika, Antarktida. Mülayim dəniz iqlim tipinə hansı materiklərdə rast gələcək? Xahiş edirəm, diqqətlə yazın. Hansı qitələrdə belə deyək? Qitə. Mülayim dəniz iqlim tipinə hansı qitələr? Müəllim, sınaqda olanların elə hamısını əvvəlcədən də biz sual-cavab eləmişdik də. Aha. Mülayim dəniz iqlim tipinə hansı qitələrdə rast gələcək? Mülayim dəniz iqlim tipinə diqqət edin, yeniliklərlə desək, Avropada da var, Asiyada da var, Şimali Amerikada da var, Cənubi Amerikada da var, Avstraliyanın Tasmaniyasında da var. Bəli, Cənubda hardadır? Cənubi Amerikada da var da, qərb hissəsində. Avstraliyanın da Tasmaniya adasında var bacım, yadda saxla. Yaxşı, mənə deyin görək. Rütubətlənmə əmsalının hansı göstəricisində suxurların kimyəvi aşınması daha intensiv gedir? Yəni, düstura əsasən. Fiziki aşınma demirəm ki, kimyəvi aşınma deyirəm. Yağıntı az olanda, çox olanda, vahiddən böyük olanda, kiçik olanda, ay sağ olun. Vahiddən böyük olanda, yadda saxlayın. Aydın oldu. Bir dəqiqə. Azərbaycana günəş şüaları. Azərbaycana günəş şüaları minimum neçə dərəcə bucaq altında düşə bilər? Azərbaycana günəş şüaları minimum neçə dərəcə bucaq altında düşə bilər? Yəni belə deyək, Azərbaycana günəş şüaları 26,5 dərəcədən böyük bucaq altında düşə bilər. Azərbaycana günəş şüaları 26,5 dərəcədən böyük bucaq altında düşə bilər. Minimum düşmə bucağı. Minimum düşmə bucağı 26,5 dərəcədən böyük ola bilər. Minimum. Aydındır. Bax, qulaq asın, bu nə deməkdir? Biz elə Azərbaycan deyən kimi 40 dərəcəni götürürük. Bakı da 40 dərəcə. Azərbaycanın cənubu 38-37-yə gəlirsə, 20,5 cənub elini üstə 37. Məsələn, deyək 50, 90-dan 50 çıxanda az qalır 40 azada gəlib çıxar. Yəni, böyük bucaq altında düşə bilər. Yadınızda saxlayın. Aydın oldu? Yəni, 40 dərəcə Bakıya aiddir, əziz həmkarlar. 40 dərəcə Bakıya aiddir. Əgər bir ərazidə, Azərbaycanda 1036 mm yağıntı, 12,5 dərəcə Selsidə
Orta illik yağıntı 1036, orta illik temperatur 12.5-dirsə, söhbət hansı iqlim tipindən gedir? Hansı iqlim yarım tipindən gedir? Yarım tipi. Xeyr, xeyr. Kim deyəcək? Qışı quraq keçən mülayim isti iqlimdən söhbət gedir. Yağıntıları bərabər paylanan yox, qışı quraq keçən mülayim isti iqlimdən. Aydın oldu, qışı quraq keçən mülayim isti iqlim tipindən söhbət gedir. Quba hansı xarici ölkə ilə həmsərhəddir? Son sual. Quba hansı xarici ölkə ilə həmsərhəddir? Heç biri ilə. Amma Qusarım var. Düzdür? Qusarım var. Xaçmazın da var. Balakan Zaqatala Qax hansı ilə həmsərhəddir? Son sual. Balakan Zaqatala Qax hansı ilə həmsərhəddir? Rusiya və Gürcüstanla.